Salam dəyərli izləyicilər, 27 sentyabr 2025-ci il pulluya düşən bəzi tələbələr ödənişsizə keçə bilər. Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadənin açıqlamasını diqqətinizə çatdıracağım. Ancaq öncə bax burada ekranın sağ tərəfində üstəgəl düyməsi görünürsə bir dəfə üzərinə vurun ki, digər vacib xəbərləri də izləyə biləsiniz. Eyni zamanda da YouTube və TikTok və həmçinin Instagram platformasında da bizi izləyə bilərsiniz. Deməli, Məleykə Abbaszadə bildirir ki, Elm və Təhsil Nazirliyi ilə müzakirə olunacaq və boş qalan dövlət sifarişli yerlər açıqlanacaq. Həmçinin Məleykə Abbaszadə bildirib ki, yaxın günlərdə bakalavriat üzrə göstəricilər dəqiqləşdiriləcək və bəzi ödənişli əsaslarla təhsil alanlar da dövlət sifarişi üzrə təhsillərini davam etdirəcək. Rəqəmlər dəqiqləşəndən sonra ictimaiyyətə təqdim ediləcək. Bu proses tam şəffafdır və heç kimin hüququ pozulmur. Dövlətin ayırdığı maliyyə vəsaiti mütləq şəkildə təhsilə yönləndirilir deyə Məleykə Abbaszadə bildirib.